Deməli, bizim növbəti sınağın izahını verməyə çalışacaq inşallah. Siz də kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı unutmayın. Deməli, birinci sualımızın izahı belədir. Gördüyünüz kimi, birinci sualın izahı belədir. Bakının içməli su təchizatını xeyli yaxşılaşdırmışdır. Mədəni sahədə bir sıra tədbirlər görmüşdür. Verilənlərin aid olduğu şəxslər hansı bənddə qeyd edilmişdir? Deməli, bu verilənlərin hər ikisinə aid, yəni xüsusiyyətlərin, aid olduğu şəxslərin doğru qeyd olunduğu bəndi biz inşallah qeyd etməliyik. Deməli, Mirzəcəfər Bağırov və Heydər Əliyev yox, Mirzəcəfər Bağırov uyğun gəlmir. Deməli, Babakixanov və Tağıyev xeyr, uyğun gəlmir. Nərman Nərmanov və Muxtarov xeyr, bu da uyğun gəlmir. Hacı Zeynalabdin Tağıyev və Heydər Əliyev, burada hərf düşür, üzrlü sayın deməli. Deməli, doğru cavab D bəndi. Deməli, bir daha qeyd edək ki, Bakının içməli su təchizatını xeyli yaxşılaşdırmışdır. Mədəni sahədə bir sıra tədbirlər görmüşdür. Verilənlərin hər ikisinə aid olduğu doğru cavab məhz D bəndidir. Yəni, Hacı Zeynalabdin Tağıyev və Heydər Əliyev üçün doğru cavabdır. Məhz birinci sualda doğru cavab D bəndi oldu. İkinci sualımız. Hörmətli izləyicilər, ekran görüntüsü necədir? Bir dənə zəhmət olmasa yazın. İkinci sualımız. 1920-ci ilin may ayında Bakıda 1-ci Ümumi Azərbaycan Sovetlərinin qurultayı keçirildi. Qurultayda ilk konstitusiya qəbul olundu və qurultayın siyasi nəticəsi olaraq, deməli, biz burada qurultayın siyasi nəticəsi yeni iqtisadi siyasətə keçirildi. Bu 1922-ci ilin aprel ayıdır. Həm də iqtisadi məsələdir bu. B-yə baxır, Mərkəzi İcra Komitəsi yaradıldı. Məhz doğru cavab budur. Müvəqqəti İnqilab Komitəsinin əvəzidir. C-yə baxırıq, hərbi kommunizm siyasəti ləğv olundu. Xeyr, bu 1921-ci ildə may ayında iqtisadi məsələ idi. Bu, yəni siyasi heç bir əlaqəsi yoxdur. D-yə baxır, ilk dəfə Azərbaycan Xalq Komissarlar Soveti yaradıldı. Bu 1920-ci ildə yaradılmışdı. Yəni müvəqqəti inqilabla birlikdə Nərmanov rəhbərliyi altında. Y bəndinə baxır, torpaqlar əvəzsiz olaraq kəndlərə paylandı da 1920-ci ilin may dekretində, may-iyun dekretlərində məhz baş vermişdi. Üçüncü suala baxırıq. Dərin dəniz özüllər zavodunun istifadəyə verilməsi 1986-dır. Yəni bunun əlaqəsi yoxdur. Bakı Telestudiyasının işə düşməsi 56-dır. Mingəçevir SES 1954 olmalıdır. Yəni 50-ci ilə verir orada. D-yə baxırıq. Ağdam Xankəndi dəmir yolunun çəkilməsi bəli 79-dur. Yəni 1979 doğru cavab D-dir. DQM-nin yaradılması 1923-cü ildir. Ona görə doğru cavabımız məhz D bəndidir. Hörmətli izləyicilər, kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı da unutmayın. Çünki hər bəyənmə, yəni 10 nəfərin qarşısına videonun çıxması deməkdir. Sizdən də xahiş olunur ki, yəni videonu bəyənin, paylaşın. Dördüncü sual. Xronoloji ardıcıllığı müəyyən edən İmam Mustafayevin Azərbaycan Komünist Partiyasının Mərkəzi Komitəsinin, yəni birinci katibi təyin olunması 1953-cü ildən, Azərbaycan Ali Sovetinin yaradılması, deməli, yaradılması 1937-də konstitusiyanın və birlikdə, yəni 2-ci konstitusiya ilə birlikdə yaradılmışdı. Azərbaycan Elmlər Akademiyası fəaliyyətə başlaması 1945 mart ayında, yuxarı Zəngəzur Ermənistana yəni verilməsi, bu da 1921-ci ildə. 20-ci ilin 20-də qərar qəbul olunur, 21-ci ildə isə verilir. Deməli, cavab olacaq, deməli, 4, 2, 3, 1. Yəni 42, 31. 42, 31 cavab B bəndidir. Beşinci sual. Azərbaycan SSR-də Böyük Vətən müharibəsi dövrünə uyğun gəlməyən hadisə. Neft hasilatında, deməli, burada proqram hərfi dəyişir. Çevirir başqa hərflərə. Hasilatında yüksək nəticə əldə edilməsi, bəli, yəni rekord həddə çatmışdı, yəni neft hasilatı. Bir sıra silah növlərinin istehsal edilməsi, bəli, bu da var. Əhalinin sayının azalması, bəli, hətta müharibədən sonra daha aşağı səviyyə düşəcək.
ermənilərin Dağlıq Qarabağ problemi yenidən qaldırması bu müharibədən sonra 1945-ci payızında baş verəcək. Bu D aid deyil. Y bəndinə baxırıq. Kolxoz və safxoz təsərrüfatlarının mövcud olması, bəli, bu da var idi. 29-dan yaradılmışdı. Yəni 96-ya qədər Azərbaycanda məhz kolxoz və safxoz təsərrüfatları mövcud olmuşdur. Gəlin növbəti sualın izahına. Deməli, burada nə deyir? Sualı biraz balacalaşdıraq ki, tam görsənsin ekranda. Xəritədə ştrixlənmiş əraziyə uyğun gəlir. Gördüyünüz kimi ərazi məhz Kəlbəcər ərazisidir. Məxsusən Vətən müharibəsi mövzularında, yəni blok imtahanlarına, 2-ci, 3-cü qruplarda blok imtahanlarına bu düşür. Ona görə də diqqətli olun bu sualın izahında. Deməli, uyğun gələn hadisəni istəyir. 20-ci yüzilin 20-ci illərində mübahisəli ərazi elan edilməsi. Mübahisəli ərazi Dağlıq Qarabağ idi, Zəngəzur idi, Şərur Dərələyəz və Naxçıvan idi. Bunu çıxırıq. 20-ci il avqustunda Ermənistan Daşnak Respublikası ilə Sovet Rusiyasının bağladığı müqavilədə bu qeyd olunurdu. Nəysə, keçirik ikinci nömrəyə. Sovet rəhbərliyi tərəfindən perspektivsiz ərazi kimi qələmə verilməsi. Bəli, məhz Heydər Əliyevin qısa zamanda rayonun iqtisadi potensial artırmalı bu planı puça çıxartdı. Üçə baxırıq. Heydər Əliyev tərəfindən Ağdamla birləşdirən dəmir yolu bu Xankəndiyə aiddir. Gördüyünüz məhz bu hissədir. Onun heç bir aidiyyəti yoxdur. DGMV-nin ərazisinə daxil olmuşdur. Xeyr, DGMV-nin ərazisində Xocalı, Xocavənd, Xankəndi, Şuşa, Ağdərə, Əsgəran əraziləri daxildir. Onun üçün doğru cavab məhz C bəndi. Yalnız 2 uyğun gəlir. 7-ci suala baxırıq. Deməli deyir ki, klasteri tamamlayın. Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR. Biri 1918, 28 maydan 1920-ci 28 aprelə qədər mövcud olmuşdur. Biri isə 1920-ci il 28 apreldən, yəni onun süqutundan 1991, 18 oktyabra qədər siyasi fəaliyyət davam etmişdir. Amma adı dəyişdirilib 5 fevral tarixində 91-ci ildə nəysə. Ermənistan ərazi iddiaları ilə üzləşmələri bəli, doğru cavabdır. 20-ci yüzillikdə yaranmaları bəli, hətta 20-ci yüzilliyin əvvəlində yaranmışdılar, 1-ci rübündə yaranmışdılar. 3. Qarabağın dağlıq hissəsində erməni separatizminə tamamilə son qoymaları, xeyr, son qoyması 2023-cü ildə baş verdi. Latın əlifbasına keçidi təmin etmələr. Düz, Cümhuriyyətdə separatizmə son qoyulmuşdu, amma Azərbaycan SSR-də qoyula bilməmişdi. Ona görə ortaq cəhət götürə bilmərik. Deməli, Latın əlifbasına keçidi təmin etmələri Cümhuriyyətdə bu aprel istisası ilə bağlı baş vermədi. Amma 1929-40-cı ilə qədər məhz Azərbaycan SSR-də Latın əlifbası tətbiq olunmuşdur. Onun üçün doğru cavab 1-2-dir. O da C bəndində öz əksini tapmışdır. 8-ci suala baxırıq. Azərbaycanda 1-ci və 2-ci Respublika dövrlərinə aid ümumi cəhətlərdir. Baxırıq. Qanunverici və icraedici hakimiyyət orqanlarının mövcudluğu, bəli, yəni 1-ci Respublika, yəni AXC-də əvvəl Milli Şura, sonra 2-ci hökumət, sonra da parlament qanunverici rolunu oynamışdır. Özəlləşdirmə siyasəti həyata keçirilməsi bu Cümhuriyyətə, 1-ci Respublikaya aiddir. Ona görə 2-ni götürə bilmərik. Torpaqların pul müqabilində kəndlilərin istifadəsinə verilməsi, xeyr, 2-ci Respublikada pulsuz verilmişdi 20-ci ilin mayında. Deməli, doğru cavab yalnız 1-dir, o da C bəndində öz əksini tapmışdır. 9-cu sual deyir ki, 20-ci yüzilin 50-ci illərinə aiddir. Kartotekar sisteminin ləğv edilməsi 47-dir. Yəni 29-a tətbiq olunub, 47-də ləğv olunub. 80-ci illərin sonları yenidən iqtisadi böhran səbəbilə yenidən Qarbaçovun dövründə tətbiq olunacaq. Deməli, A uyğun gəlmir, B Arşınmalalan filmin çəkilməsi bu 45-ci ildir. C baxırıq, Bakı metropoliteninin istifadəyə verilməsi 67-dir. Kinostudiyanın yaradılması 26-dır. Y baxırıq, məhkəmə quruculuğu mülki cinayətlərin respublikaların ixtiyarına verilməsi, bəli, əvvəlki kitablarda 54-cü ildə bu qeyd olunmuşdur. Bəli, doğru cavabımız məhz Y bəndidir. Keçirik növbəti sualın izahına. Euler-Venn diaqramında müqayisə edin. Biraz yaxınlaşdıraq. Euler-Venn diaqramında müqayisə edin. Hərbi kommunizm və kollektivləşdirmə. Zoraki üsullar həyata keçirilmişdir hər ikisi. A gedəcək oxşara. Deməli, sualın tapılmasının ən asan yolu birinci oxşarlıqdan başlamaq lazımdır ki,
Yalnız oxşarlıq bir variantda varsa, artıq digərinə yəni baxıb vaxt itirmə və yorğunluğa səbəb olacaq işlər görməkdən uzaq olmaq lazımdır. Baxırıq, deməli A doğru cavabdır. Neçə variantda, deməli 4-ündə A var, baxırıq. 20-ci yüzilin ikinci rübündə baş vermişdir. Xeyr, kolonizm 1920-ci il sentyabrından başlamış. Avqustda dekret verildi. Sentyabrda rəsmən ərzaq sapalağının tətbiq olması da başlayıb. 21-ci il mayında isə çanaq vergisinin tətbiq olunması dayandırılmışdı. Deməli, B uyğun gəlmir oxşara. Kəndlilərin öz əməyinə marağının azalmasına səbəb olmuşdur. Bəli, hər ikisində cavab yəni A ilə C ortaqdır. O da yalnız A bəndindədir. Yəni baxaq sualın dəqiqliyinə. 20-ci yüzün ikinci rübündə kollektivləşmədə 29-da başlayıb, 37-də tam olaraq başa çatdırılıb. D bəndinə baxırıq. Əsas göstəricisi ərzaq sapalağı adlanan. Burada da hər Azərbaycanın tərkibində qalmasını təmin edən Moskva və Qars müqavilələri imzalanmışdır. İmzalanmış müqavilələrə əsasən Azərbaycan bu ərazini 3-cü dövlətə güzəştə getməməli idi. Haqqında deyil, mətndə haqqında bəhs olunan ərazini xəritədə müəyyən edin. Deməli, doğru cavab 2-dir, yəni Naxçıvandır, B bəndidir. 1 Şərur Dərələyaz idi, 5 Şəmşəddil bölgəsidir, 5 Şəmşəddildir, 4 Gəncə bölgəsidir. 3 də Qarabağ bölgəsidir. Fayev, deməli, adı buraxılmış şəxsi və uyğun ifadəni müəyyən edin. Kamran Bağırov, Mixail Qarbaçovun dövründə Azərbaycan SSR-yə rəhbərlik etmişdilər, xeyr. Şəriət mədarı Cənubi Azərbaycanda milli hökumətin qurulmasında iştirak etmişdilər, xeyr. Mehdi Hüseynzadə Sovet İttifaqı adına layiq görülmüşdülər, xeyr. Vəli Axundov Azərbaycan SSR-ni idarə etmişdilər. Məhz doğru cavab D bəndidir. E bəndinə baxırıq. Əhməd Cavad repressiya məruz qalmışdır. Xeyr, heç bir əlaqəsi yoxdur. Deməli, Azərbaycanlıları həm 1-ci, həm də 2-ci Dünya müharibəsi dövründə mübarizə apardığı dövləti xəritədə müəyyən edin. Deməli, bilirsiniz ki, Azərbaycan ordusu 1-ci Dünya müharibəsində Çar İmperiyasının tərkibində gördüyünüz bu Almaniyaya qarşı vuruşub. 2-ci Dünya müharibəsində də, yəni 1-cidə Almaniya İmperiyasına qarşı Çar İmperiyası tərkibində, 2-cidə isə faşist Almaniyaya qarşı SSR-in tərkibində gördüyünüz 2 nömrəsi məhz doğru cavabdır. E bəndi məhz doğru cavabdır. Uyğunluğu müəyyən edin. Deməli, 77-ci diviziya 37-də ləğv olunmuş, 38-də ləğv olunmuşdu, 41-də yenidən bərpa olundu. 223-cü diviziya məhz 41-ci-də yaradılmışdı. 416-cı diviziyada bu 42-ci ildə yaradılmışdı. Baxırıq, Belqrad diviziyası 67-də gedəcək. Deməli, 1-ə C, 2-yə A, 3-ə də B, məhz doğru cavab A bəndidir. Deməli, baxırıq. Biraz da yaxınlaşdıraq. Xronoloji ardıcıllığı müəyyən edin. Qars müqaviləsinin imzalanması 1921-ci il oktyabr 13-də imzalanmışdı. Azərbaycanda kollektivləşdirmə xəttinin irəli sürülməsi 1929-dan başlamışdı. ZSFSR-in təşkil edilməsi 22-ci il dekabrın 5-i və yaxud əvvəl götürəcək bunu. DQMV-nin yaradılması 23-cü il 7 iyul 42 A bəndində öz əksini tapmışdır. Azərbaycan SSR-də irəli sürülən 1-ci 5 illik planın nəticəsinə aiddir. Ərzaq sapalağını, ərzaq vergisinin əvəz etməsi 5 illik 28-32-ci illərə əhatə edib. Amma ərzaq sapalağının ərzaq vergisi 22-də əvəz edib. Bunun heç bir əlaqəsi yoxdur. Həm də Rusiyadan fərqli olaraq bizdə birbaşa əvəz etməmişdi. Yəni çanaq vergisi keçid dövrü olmuşdu. Ondan sonra məhz ərzaq vergisi tətbiq olunmuş yeni iqtisadi siyasətin göstəricisi olaraq. B-yə baxırıq. Azərbaycanın aqrar ölkədən aqrar sənaye ölkəsinə çevrilməsi. Bəli, bu doğru cavabdır. Bilirsiniz ki, 1912-13-cü illərə yeni aqrar qanunlarla Azərbaycanın aqrar ölkədən aqrar sənaye ölkəsinə çevrilməsi başlamışdı.
5 illik, birinci 5 illik planın nəticəsində artıq Azərbaycan aqrar sənaye ölkəsindən aqrar sənaye ölkəsinə çevrilməsi prosesi başa çatdı. Məhz doğru cavab B bəndidir. 17-ci sual deyir ki, 20-ci yüzilliyin 60-cı illərinə aiddir. Kartoçka sisteminin yenidən tətbiq edilməsi 80-ci illərdə yenidən tətbiq olunub. Məişət kondisionerlər zavodunun tikilməsi 75-dir. Bakı telestudiyasının istifadə edilməsi 56-dır. Milli Azərbaycan qərargahının yaradılması 1962-ci ildə Oktay Rəfibəyli və Xudu Məmmədov tərəfindən yaradılmışdı. İki məqsədi var idi. Mühüm vəzifə Azərbaycanlılar gətirmək, bir də mərkəzdə maliyyə asılılığına son qoymaqdan ibarət idi. Mühüm vəzifə Azərbaycanlılar gətirsələr də, amma mərkəzdə maliyyə asılılığına son qoya bilmədilər. Deyir ki, ZSFSR-in mövcud olduğu illərə uyğun gəlir. Bilirsiniz ki, ZSFSR 1922-ci ilin dekabrından 1936-cı ilə, yəni SSR-in ikinci konstitusiyasının qəbul olduğu müddətə qədər mövcud olmuşdur. Moskva müqaviləsi imzalanması 1921 16 mart tarixindədir. DQM-in təşkil edilməsi məhz doğru cavab B-dir. 1923-cü il 7 iyul tarixində təşkil olunmuşdur. Çanaq vergisinin alınması 1921-ci ilin mayından başlanıb. D-yə baxırıq, torpaqların əvəzsiz olaraq kəndlərə verilməsi 1920 mayındandır. E bəndində Azərbaycan Komünist Partiyasının yaradılması 20-ci fevralda, hətta Cumhuriyyət dövründə bu yaradılmışdı. 5-ci kalan rolunu oynayırdı. 19-cu suala baxırıq. Deyir ki, Kürsu kəmərinin işə salınması 1971, Grozny-Bakı neft kəmərinin istifadə verilməsi 83, yəni 1983, Bakı telestudiyasının işə düşməsi 1956, Bakı Məişət Kondisionerlər Zavodunun tikilməsi 1975. İndi deyir ki, verilənlərin hissəsi 20-ci yüzilin 80-ci illərinə uyğun gəlir. Cavab, yəni Grozny Bakı neft kəmərinin istifadə verilməsi idi. Yalnız biri. Cavab C bəndidir. $20-ci yüzilin 40-cı illərində Azərbaycan SSR-də baş vermiş mədəni hadisə, 40-cı illərində olsun, həm də mədəni hadisə olsun. Neft daşlarının tikilməsi, bu sosial-iqtisadidir. Latın əlifbasına keçidin baş verməsi, bəli, mədəni hadisədir. Daha doğrusu keçilsə də 29 üzrlü sayın, yəni mədənidir, amma 20-ci illərdir. Aşımalan filminin çəkilməsi, bəli, 45-ci illərdir, doğru cavab C-dir. Birinci Türkoloji Qurultayın keçirilməsi, yəni 1926-cı ildə bu Latın əlifbası keçidlə bağlı hazırlıq prosesi idi. Y bəndinə baxırıq, Bakıda ilk qiraətxananın açılması da 1894 Nəriman Nərimanov tərəfindən açılmışdır. 21-ci suala baxırıq. Deyir ki, 1918-ci il Şimali Azərbaycan və 1946-cı il isə Cənubi Azərbaycan tarixinə aid oxşar cəhət. Universitetin fəaliyyətə başlaması Şimali Azərbaycanda 19 sentyabr tarixidir, amma Cənubi Azərbaycanda doğru gəlir ili. Milli hökumətin süqut etməsi 20-dədir Şimali Azərbaycanda. Dil haqqında qanunun qəbul edilməsi, bəli, cavab C bəndi deməz. Doğru cavab C bəndi 21-ci sualda. 22-ci suala baxırıq. Deyir ki, səbəb-nəticə əlaqəsindən danışır. Deməli, səbəb və nəticə. A. Birinci Azərbaycan Sovetlər Qurultayının keçirilməsi, konstitusiyanın qəbul olunması. Cavab elə A bəndidir. 1921-ci mayında keçirildi. Mayın 16-sında 19 mayında isə konstitusiya qəbul olunmuşdur. B-yə baxırıq. DQM-in yaradılması, Qars müqavilə şərtlərinin pozulması, Naxçıvan ərazilərinin verilməsi Qars müqaviləsini pozmuşdur. C-yə baxırıq. Azərbaycan Elmlər Akademiyasının yaradılması, mühüm vəzifələrə Azərbaycanın gətirilməsi, bu MAQ-ın, Milli Azərbaycan qərargahının yaradılması ilə bağlı idi. Vəli Axundovun hakimiyyətə gəlməsi, konstitusiya dil haqqında maddənin əlavə edilməsi, xeyr, bu İmam Mustafayev dövrünə aiddir. Y bəndinə baxırıq. Seyid Cəfər Pişəvərinin milli hökumət təşkil etməsi, Cənubi Azərbaycana muxtariyyət verilməsi yox, muxtariyyət verilməsi uğrunda mübarizənin nəticəsində yaradılmışdı, amma tanınmadı. Həm Xiyabani, həm də Pişəvəri bu istiqamətdə mübarizə aparsalar da, amma istənilən nail ola bilməmişdilər. Milli hökumət yaradırlar, amma mərkəzi hökumət tərəfindən tanınmayıb da. Yəni, əvvəl Qacarlar, Xiyabanida, bunlarda isə Pəhləvilər tanımadılar. Baxaq. Deməli, deyir ki, uyğunluğu müəyyən edin. Həzi Aslanov və Mehdi Hüseynzadə Moskva döyüşündə iştirak etmişdir.
deməli, həzərslanıb, bəli, iştirak edib, tank qoşunlarının komandiri kimi, hətta kitablarda əvvəl var idi, qırmızı ulduz medalı ilə təltif olunmuşdu. Kursk döyüşündəki qəhrəmanlığına görə Sovet İttifaqı qəhrəmanı adını almışdır. Xeyr, Stalingradda birinci dəfə 1942-43-cü illərə əhatə edən döyüşdə, 1943-cü ildə baş vermiş döyüşdə həlak olmuşdur. Xeyr, 44-də həlak olub. 44-ün sonlarında daha doğrusu. Deməli, burada cavab oldu 1-ə A, 2-yə baxırıq. Mehdi Hüseynzadə Sovet İttifaqı qəhrəmanlığını almışdı 1957-ci ildə. Stalingrad döyüşündə fərqlənmişdir. Xeyr, partizan idi bu. İtaliya və Yugoslaviyada uğrunda mübarizə aparmışdı. Çoxlu Alman əskər və zabitini öldürmüşdür. Bəli, deməli 1-ə A, 2-yə A, C məhz doğru cavabdır. 20-ci yüzilin 20-30-cu illərində Azərbaycanlıların mənəvi dəyərlərinə güclü zərbə vurmuşdu. Bəy və ağaların torpaqları müsadirə edilməsi xeyr, bu sosial-iqtisadi ola bilər. Azərbaycanı öyrənən cəmiyyətin yaradılması xeyr, bu gələcəkdə elmi tədqiqat institutu, sonra da bunun əsasında Azərbaycan Elm Akademiyası yaradılacaq. Bu əslində mən qədər müsbət nəticəsi olacaq. Üçə baxırıq, məscidlərin ambar və klublara çevrilməsi, bəli. Latın əlifbasının tətbiq edilməsi, bu da müsbətdir. Bunu mənfi mənada götürə bilmərik. Din xadimlərinin təqib olunması, bəli, cavab 3-dən 5 Azərbaycan mənəvi dəyərlərə. Çünki bilirsiniz ki, onların içərisində savadlı və Azərbaycan milli. 25-ci suala baxırıq. Milli Azərbaycan qərargahına aiddir. Rəhbər vəzifələri Azərbaycanlıları təyin etmək düzdür, məqsədi idi. İmam Mustafayevin Azərbaycan rəhbərliyi dövründə yaradılmışdı. Xeyr, İmam Mustafayev 54-59-da olub, amma onunla heç bir əlaqəsi yox idi. Yəni 62-də yaranıb bu. Kommunist ideologiyasını qəbul etməyənlərə qarşı mübarizə aparmaq idi. Xeyr, bu yəni heç bir əlaqəsi yoxdur. Əksinə onun əleyhinə mübarizə aparırdı. Dolayısıyla yolla Respublika büdcəsini Moskvadan asılılıqdan son qoymaq. Bəli, cavab 1-dən 4 məhz MAQ-ın əsas məqsədləri idi. 26-cı suala baxırıq. Xronjarcılığı müəyyən edən Heydər Babaya salam poeması Bakıda nəşr edilməsi 66, Novruz bayramı, Bahar bayramı adı ilə yenidən keçirilməyə başlanması 67, Mehdi Hüseynzadənin Sovet İttifaqı qəhrəmanlığını alması 57, Azərbaycan SSR 2-ci konstitusiyanın qəbul olunması, o da 37-ci ildə baş vermişdir. Deməli, cavab olacaq. Deməli, 4, 3, 1, 2. 4, 3, 1, 2. Məhz doğru cavab 43, yəni 43, 12-dir doğru cavab. 27-ci suala baxırıq. Hərbi kommunizm siyasəti ilə yeni iqtisadi siyasətin oxşar cəhəti kimi götürülmək olmaz. Ticarət azadlığının qadağan edilməsi, bəli, bu oxşar cəhət deyil. 20-ci yüzün 20-ci illərə həyata keçirilmələri, bəli, 20-22-də keçirilib və bu oxşardır, bunu götürməyəcəyik, biri götürəcəyik. İqtisadiyyata bazar münasibətlərinin bəzi elementlərinin tətbiq iqtisadiyyatda olmalıdır. Yəni, bu hərf səhvi gedib burada. İqtisadiyyatda bazar münasibətlərinin bəzi elementlərin tətbiq olunması hərbi kommunizm əslində bazar iqtisadiyyatına ağır zərbə vurmuşdu. Azərbaycan SSR-də həyata keçirilmişdir. Bəli, cavab 1-dən 4, yəni oxşar cəhət kimi götürə bilmərik. Cavab burada deməli olacaq. Bəzi elementlərin tətbiq olunması. Cavab 1-dən 3-dür daha doğrusu. 1-dən 3 oxşar olmayan hadisədir. Amma 2 ilə 4 isə oxşardır. Bizə də deyir ki, götürməyən olar ki, biz 1-dən 3 götürürük. Gəlirik sonuncu sual. Sonuncu sual deməli, üzrlü sayıcaq gəldi. Sonuncu sual deməli, Azərbaycan SSR dövründə. SSR rəhbərliyi digər respublikalara nisbətdə Azərbaycan SSR-ə qarşı daha çox ədalətsiz davranır və onun mədəni irsini ruslaşdırmağa çalışırdı. 20-ci əsrin 40-cı illərində etibarən bütün yazı və rəsmi sənədlər rus dilində Kiril əlifbası ilə həyata keçirilirdi. 20-ci yüzün 50-ci illərində isə Azərbaycan dilinin dövlət dili olması tətbiq edilsə də mərkəz bununla razılaşmır və Azərbaycan SSR rəhbərliyini millətçilikdə ittiham edirdi. Azərbaycan SSR-də qəbul edilən yeni konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında ayrıca maddədən daxil edildi. SSR rəhbərliyi etirazına baxmayaraq Heydər Əliyev siyasi iradəsi nəticəsində Azərbaycan dili Respublikanın dövlət dili statusunu saxladı və ya da saxlamış oldu.
İndi sual verir ki, deyir ki, mətndə haqqında bəhs edilən Azərbaycan SSR-nin ilk konstitusiyasının nə vaxt qəbul olunduğunu qeyd edir. 1921-ci il mayında 1-ci Azərbaycan Sovetlərinin qurultayı nəticəsində 29-da Azərbaycan SSR-nin ilk dəfə Azərbaycan dilinin dövlət dili olması kimin dövründə həyata keçirilmişdi? İmam Mustafayevin 56-cı ildə. Azərbaycanda Kiril əlifbasından başqa da hansı yəni əlifbadan istifadə olunmasını ən azı ikisini yazın. Ərəb və Kiril əlifbalarından söhbət gedir. Bu günlük bu qədər, hörmətli izləyicilər. İnşallah. Çox sağ olun Rüqayyə, çox sağ olun. Sağ ol Hüseyn.